Yaxın Şərqdə yaranmış vəziyyət fonunda Gürcüstana Omandan ilk xüsusi reys həyata keçirilib. Vətənə Gürcüstanın 170 vətəndaşı qayıdıb. Gürcüstan hökuməti tərəfindən təşkil olunan xüsusi reyslər 4 və 5 mart tarixlərində də planlaşdırılıb. Xarici İşlər Nazirliyində bildirirlər ki, hakimiyyət vətəndaşların vaxtında və təhlükəsiz şəkildə geri qaytarılması üçün bütün zəruri addımları atmağa davam edir. Gürcüstanın səfirlikləri Birləşmiş Ərəb Əmirliklərində, Qatarda və Səudiyyə Ərəbistanda 24 saatlıq rejimdə fəaliyyət göstərir. İranda ABŞ və İsrailin birgə hərbi əməliyyatının 5-ci günüdür. Gecə saatlarında İsrail İran əleyhinə geniş miqyaslı hücumların yeni dalğasına başlayıb. Hədəflər müdafiə sistemləri və raket buraxılış məntəqələri olub. İranda aparılan əməliyyat çərçivəsində ABŞ 2000 hədəfi vurub və 17 İran gəmisini ləğv edib. Yayılan məlumata görə İranda 1097 mülki şəxs həlak olub. Onlardan 181-i uşaqdır. ABŞ-ın mərkəzi komandanlığı bildirir ki, İran cavab olaraq müxtəlif istiqamətlərə 500-dən çox ballistik raket və 2000-dən artıq pilotsuz uçuş aparatı buraxıb. İranda isə ABŞ və İsraili sərt şəkildə cəzalandıracaqlarını bəyan edirlər. Eyni zamanda İsrailin Livana endirdiyi zərbələr nəticəsində 50 nəfər həlak olub. Yaralananların sayı 335-i ötüb. Bugün səhər Beyrutun cənubunda həyata keçirilən hava zərbəsi nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Dubayda ABŞ-ın konsulluğuna dron hücumu nəticəsində yanğın baş verib. Məlumatı ABŞ dövlət katibi Marco Rubio təsdiqləyib. Onun sözlərinə görə pilotsuz aparat konsulluğun ərazisində yerləşən avtomobil yanacağına düşüb. Yanğın hazırda lokallaşdırılıb. Dövlət katibi qeyd edib ki, hücum zamanı konsulluqda heç kim olmayıb, çünki personal binanı vaxtında tərk edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirliklərində bildirilib ki, qonşu ölkələrə təhlükəsizlik hava dəhlizləri açılıb ki, vətəndaşların öz ölkələrinə qayıtmasına şərait yaradılsın. Ermənistanın baş naziri nümayəndə heyəti ilə birlikdə bugün Gürcüstanda görüşlər keçirəcək. İki ölkənin baş nazirlərinin görüşü, eləcə də ticarət, iqtisadi məsələlərin müzakirə olunacağı hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası planlaşdırılıb. Nümayəndə heyətinin tərkibində bir neçə nazir var. Sonuncu dəfə Ermənistan hökumətinin başçısı Gürcüstana oktyabr ayında ölkənin İpək Yolu forumuna ev sahibliyi etdiyi vaxt səfər edib. Çinin Xarici İşlər Naziri bildirib ki, İran əleyhinə hücumlar dayandırılmalıdır. Wang Yi bu barədə İsrailin Xarici İşlər Naziri Gideon Saara telefon danışığı zamanı deyib. O vurğulayıb ki, Çin, İsrail və ABŞ tərəfindən İran əleyhinə həyata keçirilən hərbi zərbələrə qarşıdır və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir. Çin hesab edir ki, beynəlxalq və regional məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Vladimir Zelenski Ukrayna prezidenti olaraq Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Qətərin əmiri ilə telefon danışığında İranın zərbələrini müzakirə edib. Zelenski hər iki ölkəyə həmrəyliyini ifadə edib. Onun sözlərinə görə İran rejimi insanların həyatını məhv etməyə və qətillərə cəhdlərinə görə cavab verməlidir və bu qarşı durmada həyatı müdafiə edənləri qalib gəlməlidirlər.